Heydər Əliyev Allah rəhmət eləsin. O vaxt mənim oğlum evləndi, gətirib vagon verdi, çörək kəsdi bizə. Sizin yanınızda çörək kəsdi. Mənim evimdə çörək kəsdi. Bu deyə bu gəlinin toyunda, bu əbiyasının toyunda, oğlumun toyunda özü gəldi Heydər Əliyev. Allah ona rəhmət eləsin, İlhama can sağlığı versin, şəhidlərimizə rəhmət eləsin, qazilərimizin canını sağ eləsin. Ümumi liderimiz Heydər Əliyev yanınıza gələndə, sizin ocağa gələndə bir necə hiss keçirdiniz ay anam orada? Həyəcanla... O sevinci, o hissi istədim ki tamaşaçılarımız. Həyəcanlaşdım dedim Allah şahid eyləsin. Allah sen bunun canını sağ elə. Hardan geldi? Dedi bacım ma pendir gətim çörək yedi. Allah ona rəhmət eləsin. Allah canınızı sağ eləsin. Allah mübarək eləsin. Oğullu qız eləsin. Amin, amin. Siz də xoş gəlmişsiniz. Çok sağ olun. Allah sizi var eləsin. Bəs bu qonşuluq necə baş tutdu? Xeyir duanı verdiniz də, hə bir dənə kimi? Hə, qonşuluğumuza yaxşı baş tutdu. Nə bilim, gəldilər, getdilər, verdiyi yollarda. Onda qardaşım qızıydı. Saatı da vagonda, demir vagonda qalırdılar. Getdim oradan getdim. Çok televizora ver. Mənim gözlərim üstə. Çok televizora vermeyin bize. Neyniyim? Bizi çok televizora. Niyə ay anam? Yok, niye? İstəmirsən? Ne lazım değil. İstemiyorum. Bəli, əzizləyicəm, anamız utanır, deyir televizora mən çox verməyin. Baş üstə, mənim gözlərim. Kim deyib ay ana, kim deyib kim vermə Aşağı televizora? kalan diyorsun. Bak diyelim çok vermeyin dayına. Mənim gözlərim üstə. Baş üstə. Gəl siz bir maç Kalan. edeyim. Sağ Bəs ol. yaxşı, çox versən mənə neynəyəcəksiniz? Yok, hesse Ben delemeyeceğim ama neyse. çok vermiyorum. Ben burada hamını tanıyım. Ben, Şehir yerinde ben. değil ama. Bəli. Bizim çoğu bizim keçimizdir. Bu qəsəbələrdə olanlar çoğu bizim Ha qəsəbələr. onlara bizim canımız